Hörmətli izləyicilər və birliyimizin üzvləri, gördüyünüz kimi bax bu ərazi məktəbin qapısı, bura isə həmən gördüyümüz mal peynidir. Uşaqlar buradan getdikcə ayaqlarında məktəbin sinif otağına bit-bir aparırlar. Belə hallar bu yolun üzərində çoxdur. İndi mən başaracağım ki, onların hamısını bir-bir çəkib sizlərə göstərim. Bu ise onun ikinci bir halı. Gördüğünüz kimi bak bu vəziyyətdə və yağış, qar yağıb, sular təzədən bu yolu tökülür. Məktəbə gedən şagirdlər tamamilə bu mal peyninin çirkabına batır və məktəbimizdə də təmizlik işi görənlər bundan əlaqədar olaraq çox əziyyət çəkirlər. Hələ davamı var, yol boyu çalışacağım ki, çəkib göstərim. Bu isə gördüyünüz kimi onun üçüncü versiyasıdır. Zaborun arxasında kənd cəmaatı elə bilir ki, elə bu zaborun arxası bunlarındır. İstədikləri zirzibili tökə bilərlər. Amma heç də elə deyil və gördüyünüz kimi hər yer mal zibili ilə doludur. Bu da məktəbə gedən şagirdlərə məşaqçılıq yaradır. Hələ ardı var, çalışacağım ki, ardını çəkib göstərim. Bu isə bizim su arxımız. Gördüyünüz kimi içində bir balaca su var, onun da hamısı antisanitariya. Zir, zibil, gördüyünüz kimi. Bax, bu da bizim arxımız. Hansı ki, əhali bu arxdan su götürür. Belə demək olarsa, lakin artı olan suyla heç adam istəmir ki, əlin yusun. Hətta heç o su istəsi də təsərrüfata istifadə eləməyimiz üçün yaramır. Ona görə yaramır ki, arxın dərinliyi 2 metr yarım, bəzi yerlərdə 3 metr. Suyun səviyyəsi cəmi cümlətanı 20-30 santıdır. Bu isə daha bir başqasıdır. Mal peyni. Gördüyünüz kimi artıq demək olar ki, burada dağ formasını alıb. Lakin buna qarşı heç nə icra nümayəndəliyimiz, nə bələdiyyə bununla bağlı heç bir ölçü götürmür. Sanki bunu görmürlər, amma demək olar ki, həftədə 3-4 dəfə bu yolla gedib gəlirlər. Çəkilişi çəkdi. Könüllü Nəzarətçilər İctimai Birliyinin üzvü İmişli rayon şöbəsindən Maşallah Atayev.